Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 2-ci sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. A tapşırığından başlayaq. Şəkilə bax, izahın aid olduğu şəkili seç və varlığın adını yaz. İzahlara baxaq. Xəstə, yaralı daşımaq üçün istifadə olunan tibbi əşya necə adlanır? Bu əşya adlanır xərək və uyğun olaraq adını qeyd edirik. İzahları oxu. B tapşırığında deyir ki, izahları oxu. Dərslikdə verilmiş söz boğçasına uyğun sözlər seçib qarşısında yaz. Dərslikdə olan söz boğçalarına diqqət etsək, hansı söz boğçasında bizə hansı sözlər verilib? Qaşqabaqlı, burxulmaq, xərək, nəfəsini dərmək, sözünü kəsmək. Sözlərin izahına diqqət edirik. Dincəlmək üçün dayanmaq, azacıq fasilə vermək. Bu adlanır nəfəsini dərmək. Danışmağa, fikrini bildirməyə imkan verməmək. Yəni, kiməsə danışmağa imkan vermirsən, sözünü kəsirsən. Necə adlanır? Sözünü kəsmək. Növbəti tapşırığa baxaq. Cümlələri, mətndəki hadisələrin ardıcıllığına uyğun nömrələ. Bizə cümlələr verilibdir. Nihatla Natiq qoca qadına kömək etdilər. Qoca qadın sürüşüb yıxıldı. Parkda yer buzlu idi, çox sürüşkən idi. Təcili yardım maşını qadını xəstəxanaya apardı. Bu 4 cümlədən ilk gələn, birinci gələn hansı olacaq? Mətnimizə uyğun olaraq birinci, parkda yer çox buzlu idi, çox sürüşkən idi. Uyğun gəlir. 1-ə. Sonra qoca qadın sürüşüb yıxıldı. İkinci cümlə ilə 2-yə uyğun gəlir. Birinci cümlə uyğun gəlir ardıcıl olaraq, yəni üçüncü gəlməlidir. Nihatla Natiq qoca qadına kömək etdilər. Dördüncü, sonuncu olacaq. Təcili yardım maşını qadını xəstəxanaya apardı. Səbəb nəticə cədvəlini tamamla. Baxırıq, səbəb verməyib, nəticə olaraq verilib ki, qadın sürüşüb yıxıldı. Qadının yıxılmasına səbəb nə idi? Hansı səbəbdən qadın yıxıldı? Yer sürüşkən idi. Burada isə səbəbi verib, təcili yardım maşını gəldi. Təcili yardım maşını gəldi. Səbəb budur. Nəticədə nə baş verdi? Nəticə də oldu ki, qadını xəstəxanaya apardı. Apardı. Nəticə olaraq verilib, Nihatla Natiq dərsə gecikdilər. Nihatla Natiqin dərsə gecikməsinə səbəb nə olmuşdu? Çünki onlar yolda qadının yıxıldığını gördülər, ona kömək etdilər. O səbəbdən dərsə gecikdilər. Qoca qadına kömək etdilər. Səbəb olaraq qoca qadına kömək etdilər, nəticədə də dərsə gecikdilər. Kömək etdilər. Növbəti 16-cı səhifədə olan tapşırıqlara baxaq. Mətndən seçilmiş hansı cümlələr padşahın müəlliminə hörmətini təsdiq edir? Baxaq, mətnimizi oxuduqdan sonra təbii ki, tapşırıqlar işləyirik. Cəmaət padşahı hörmətlə qarşılayırdı. Yəni, padşahın hörmətlə qarşılanmasının padşahın müəlliminə olan hörməti ilə bir əlaqəsi yoxdur. İkinci cümlədə deyir ki, padşah heç bir zaman müəlliminin qarşısına keçməzdi. Bəli, bu padşahın müəlliminə olan hörməti idi. Padşahın yanında müəllimi də var idi. Padşahın yanında müəllimin olması da bir müəllimin olan hörmətidir. Padşah adamları ilə vətənə qaydırdı. Bu uyğun deyil. Padşah deyir, o mənim müəllimimdir. Çiçəkləri ona verin. Bəli, bu da uyğundur. 2, 3, 5-ci cümlə padşahın müəlliminə olan hörmətini göstərir. Mətn
Mətnlə bağlı məlumatları uyğun sətirlərdə yaz. Yazaq. Bir də aha, burada oldu 2, 3, 5. Mətnlə bağlı məlumatları uyğun sətirlərdə yaz. Mətnin adı. Mətnin adı nə idi? Padşah və müəllimi. Padşah və müəllim. Obrazlar, hansı obrazlar var idi? Yenə də padşah var idi. Müəllim var idi. Zaman, hadisə nə zaman baş vermişdir? Səhər baş vermişdir. Harada baş vermişdi? Məkan hara idi? Meydan. Meydana toplaşmışdılar. Əsas fikir nədir? Mətni oxuyanda hansı fikrə gəldik? Mətnimizin əsas fikri nədir? Müəllimə hər zaman hörmət olunmalıdır. Müəllimə hər zaman hörmət etmək lazımdır. Lazımdır. Görürsünüz, o padşah olmasına baxmayaraq hələ də müəllimini unutmayıb. Müəlliminin yanında hər yer, onu önə çəkir, hörmət edir. Mətnə siz daha fərqli bir ad verə bilərsiniz. Yəni düşüncənizə uyğun. Təbii ki, mətnin ideyasına uyğun olaraq başqa bir ad verə bilərsiniz. Məsəl üçün, müəllimə hörmət. Sözlərdə nöqtələrin yerinə uyğun hərfi yaz. Maşını təmir etdi. Baxırıq, nöqtənin yerinə hansı hərf uyğun gəlir? Usta. Düzgün yazda t'dır, d deyil. Havalar d deyil. Yazılanda t yazılır. Havalar isti keçir. Vasif maşını asta sürür. Düzgün yazı qaydalarına əməl etmək lazımdır. Nöqtələrin yerinə uyğun olan hərfi yazdıq. Dodaqlanan saitlərin iştirak etdiyi peşə adlarının altından xətt çək. Baxaq. Hansı sözlərdə dodaqlanan saitlər var? Kosmonavt. Bənnada yoxdur. Ə dodaqlanmış. Sonra yanğın söndürən. Burada dodaqlanan sait var. Ü. Müəllim sözündə ü dodaqlanan saitdir. Polis. Növbəti tapşırığa baxaq. Şəkillərə bax. Təlimatda cümlələrin ardıcıllığını nömrələ. Təlimata baxaq. Bir rəngli kağızdan çoxlu sayda müxtəlif rənglərdə və ölçüdə dairələr kəs. Baxırıq ki, rəngli kağızdan harda müxtəlif ölçülü, hansı şəkildə müxtəlif ölçülü
Müxtəlif sayda çoxlu dairələr kəsilib. Bir də uyğun gəlir 1. Kiçik dairələri nisbətən iri dairələrin üzərinə yapışdır. Kiçik dairələri iri dairələrin üzərinə yapışdırıb harda? Elə 2-də. Kağızdan güllərin gövdələrini kəsin və çiçəklərə yapışdırın. Kağızdan güllərin gövdəsini kəsib çiçəyə yapışdırıb. Burada 3-də. Bant düzəldib hamısını birlikdə açıqcanın üstünə yapışdırın. Uyğun gəlir 4. Ən sonunda da deyir ki, açıqcada təbriklər yazın. Qeyd etdik. B tapşırığında deyir ki, qohumlarından birinə ad günü münasibəti ilə təbrik açıqcasını yaz. Açıqcanı istəyinə uyğun bəzə. Bu təbii ki, sizin öz müstəqil işinizdir. Öz zövqünüzə uyğun, istəyinizə uyğun bir açıqça hazırlaya bilərsiniz. Növbəti tapşırığa baxaq. Ümumiləşdirici tapşırıqlar. Ümumiləşdirici tapşırıqlarda dərslikdə mətn verilib, canlı saat mətni. Öncə mətni oxuyuruq, sonra mətnlə bağlı hekayə xəritəsini doldururuq. Mətnin adı nədir? Canlı saat. Baş qəhrəman kimdir mətndə? Orxan. Məkan harda idi? Məkan, yəni hadisə evdə də baş vermişdi və ya pəncərənin önü yaza bilərik. Pəncərənin önü. Pəncərənin önündə gəlir, sərçələr qonur, cikgirdiyir. Zaman. Hadisə nə vaxt baş vermişdi? Səhər vaxtı baş vermişdi. Sonra isə qısa məzmunu mətn oxuduqdan sonra mətni qısa məzmunda yaza bilərik. Mətndə nə oldu, nə baş verdi? Orxan səhərlər yuxudan gec oyanırdı, vaxtında oyana bilmirdi. Buna görə də dərsə həmişə gecikirdi. Bir gün o sərçələrin səsinə yuxudan oyanır, onlara yem verir. Ondan sonra da hər gün sərçələr gəlir, onu yuxudan oyadırlar. Əslində sərçələr ora yem üçün gəlirlər, amma yəni Orxan da hər dəfə onların səsinə oyanır. Yəni qısa olaraq necə yaza bilərik? Orxan səhərlər yuxudan oyana bilmirdi. Orxan səhərlər bilmirdi. Yuxudan oyana bilmirdi. Buna görə də dərsə həmişə gecikirdi. Buna görə də həmişə dərsə gecikirdi. Bir gün o sərçələrin səsinə oyandı. O sərçələrin səsinə oyandı. Onlara nə etdi? Onlara yem verdi. Oyandı. Onlara yaxud da yaza bilərik. Onları yemlədi.
onları yemlədi. Ondan sonra sərsələr hər gün gəlib onu oyatdılar. Onu yuxudan oyatdılar. Bu da mətnimizin qısa məzmunu. Növbəti tapşırığa baxaq. Hansı cümləni mətnə əlavə etsək, mövzudan kənara çıxmış olarıq? Sərçələr yem axtarırdılar. Sərçələr yem axtarırlar. Elə ona görə də pəncərənin önündə idilər. Burada mövzudan kənara çıxmırıq. Sərçələrdən soxulcan, tırtıl, böcək qidalanır. Biz mətnimizdə sərçələrin nə ilə qidalandığı haqqında, sərçələrin qidasından danışdıq. Xeyr, danışmadıq. Elə bu cümləni mətnimizə əlavə etsək, mətndən kənara çıxmış olaraq. Sərçələr Orxanın canlı saatına çevrilmişdir. Bəli, hər gün gəlirdilər, civildiyirdilər, Orxanı yuxudan oyadırdılar. Elə ona görə də canlı saatdır. C tapşırığında deyir ki, verilmiş sözlərdən tələb olunan qaydada cümlə qur. Qaydamıza baxaq. Bizə sözlər verib, deyir, incə saytlı sözlərdən ibarət cümlə. Verilən sözlər içərisində incə saytlı sözlər hansılardır? Səhərlər, sərçələr, yem, gözləyirlər. İncə saytlı sözlər bunlardır. Cümlə qursaq, səhərlər, sərçələr, yem, gözləyirlər. Növbəti deyir ki, qalın saytlı sözlərdən ibarət cümlə. Qalın saytlı sözlər hansılardır? Orxan artıq vaxtında yuxudan oyanır. Qalın saytlı sözlərdən ibarət cümlə olacaq. Orxan artıq yuxudan vaxtında oyanır. Oyanır. Növbəti C tapşırığına baxaq. Dodaqlanan saytlı sözlərin altından xətt çək. Baxaq, hansı sözlərdə dodaqlanan sait var? Orxan o saiti var. O dodaqlanan saitdir. Vaxtında saitlər A-dır, I-dır. Burada dodaqlanan sait yoxdur. Sərçə sözündə yoxdur. Civilti sözündə I saitidir, dodaqlanmır. Quş sözündə U dodaqlanır. 7 E dodaqlanmır. Yemdə E saitidir, dodaqlanmır. Oyanır, dodaqlanır. Gözləmək Ö saiti var. Dodaqlanan saitdir. Yuxu sözündə də U saiti dodaqlanır.